Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə biber tomatını necə hazırladığımı bölüşmək istədim. Düzdür, mən ilk dəfədir ki, bu formada bişirdim. Amma ilk dəfə olmasına baxmayaraq çox qəşəng alındı. Həm dadı, həm görünüşü, həm rəngi çox möhtəşəm alındı. Ona görə sizlərlə də bölüşmək istədim. Necə hazırladığımı video şəklində. İndi isə keçək hazırlanmasına. Əvvəlcə biberləri mən burada qeyd edim ki, 4 kiloqram biberdən istifadə elədim. Biberləri yaxşıca yuyub, içliyini təmizlədikdən sonra bir qaba əlavə eləyib, üstünə 200 qram suyu əlavə eləyib, qoyuram qaynamağa. Qaynamağa qoyanda dibi tutulmasın deyə tez-tez qarışdırıram ki, dibi tutulmasın. Sonra isə pürtlədəndən sonra qapağını çıxardıram. 20 dəqiqə qədər bu formada qaynadıram. Tam belə yumşalandan sonra isə blenderdən keçirdirəm. Bu formada blenderdən keçirdib, lap xırda eləmirəm, çünki təzədən süzgəcdən keçirtmişəm. Biraz belə eləyəndən sonra keçirəm süzgəcdən keçirməyə. Süzgəcdən keçirdikdən sonra təkrardan qaba əlavə eləyib qaynamağa qoyuram. Üstünə isə 1 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı duzu əlavə eləyirəm. Bu formada qaynadıram. Axırda isə görürəm ki, biraz bərkiyir, suyu qalmayıb. Üstünə biraz da 50 qram qədər duru yağ əlavə eləyirəm ki, həm rəngi gözəl olsun, həm də ki, parlaqlıq olsun. Biraz da qaynadı, bankalara doldurub, qaranlıq yerdə saxlayıram. Qışda isə açıq nuş eləyirik. İnanın çox möhtəşəm alınır.